Salam əziz izləyicilər. Bugün 16 iyul Dövlət Qulluğu imtahanına düşmüş BB və ya B kateqoriyasının sual izahına baxırıq. Demək, birinci sualda deyir ki, günün istisi şəhəri tamamilə iflic etmişdi. Küçələrdə insins gözə dəymirdi. Nümunənin üslubu ilə eyni üslubda işlənən cümləni müəyyən edin. Birinci danışıq üslublardan. Hansı üslublarımız var? Bədii üslub, elmi üslub, publisistik üslub, rəsmi işgüzar üslub və məişət üslubu. 5 üslubumuz var və bunun ayrı-ayrı xüsusiyyətlərindən danışaq. Bədii üslub emosionallıq, məcazlıq, obrazlıq var. Elmi üslubda terminlərin dili, elmi məqalələrin dili elmi üslubdur. Rəsmi işgüzar üslubda rəsmi sənədlərin dilidir. Publisistik üslub isə, məsələn, jurnalların, qəzetlərin dilidir və şifahi yazılı forması mövcuddur. Jurnalların, qəzetlərin dili şifahidir, belə yazılıdır, xəbərlər isə şifahi hesab olunur və publisistik üslubda kütləvilik əsasdır. Demək, indi baxaq. Deyir ki, günün istisi şəhəri tamamilə iflic etmişdi. Küçələrdə insiz gözə dəymirdi. Şəhəri iflic etmək artıq burada obrazlıq, yəni məcazlıq var. Məcazlıq olduğu üçün bu hansı üslub olacaq? Bədii üslub. Demək ki, bizə variantlarda bədii üslub lazımdır. İndi baxaq A variantına. Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Məhəmməd Süleyman Əlcazir dostluq ordeniyə təltif edilsin. Artıq bu rəsmi sənədin dilidir. Demək ki, bu rəsmi sənədlərin dili rəsmi işgüzar üslub hesab olunur. Sözün məcazi mənasından, bədii təsvir ifadə vasitələrindən bədii üslubda ifadə olunur. Bu artıq elmi, yəni terminlərdən istifadə olunub deyə elmi üslubdur. Baxın, burada bədii təsvir ifadə vasitələri termindir. Bu artıq elmi üslub hesab olunacaq. Gəlir C variantına. Qanunu bilməmək şəxsi cinayət məsuliyyətini azad etmir. Bu artıq rəsmi üslub hesab olunur. Qəflətən açılan atəş səsi meşədəki sükutu darmadağın etdi. Burada artıq bir məcazlıq var, emosionallıq var. Demək, nə sayılacaq? Bədii üslub. Cavabımız D variantı. Baxırıq ikinci suala. İkinci sualda deyir ki, milyoner Səfər lap yanıb yaxılırdı ki, indi dağ suyundan xoruz pipiyi çayı içə bilmir. Məmməd Ağanı isə bu saat dünyada ən az maraqlandıran şey çayıdır. Cümləsində hansı köməkçi nitq hissələri işlənir? Birinci köməkçi nitq hissələrini yadımıza salaq. Hansı köməkçi nitq hissələrimiz var? Ədat, modal, söz, nida, bağlayıcı, qoşma. Köməkçi nitq hissələri nə idi? Yalnız qrammatik mənası var, onların leksik mənası yoxdur və heç bir suala cavab vermirlər, cümlə özvü də ola bilmirlər. Heç bir suala cavab vermir, heç bir cümlə özvü ola bilmir, yalnız qrammatik mənası var. Yəni, leksik mənası yoxdur. Leksik məna nə idi? Onun birbaşa ifadə etdiyi məna, yəni lüğəv mənası. Bax, cümlədə görək leksik mənası olmayan sözlər hansılardır? Lap, ki, isə, ən. İndi bunları bir-bir növlərinə ayıraq. Lap qüvvətlendirici ədatdır. Və ədatları biz asanlıqla cümlədən çıxara bilərik. Çünki ədatlar cümlənin təsir gücünü artırır. Cümlədən çıxarsaq sadəcə cümlənin təsir gücü azalacaq. Cümləyə bir zərər, məzmununa bir zərər gəlməz. Baxın indi, milyoner Səfər yanıb yaxılırdı ki, indi dağ suyuna xoruz pipi çayı içə bilmir. Cümlədən çıxardım və cümləyə heç bir zərər gəlmədi. Demək ki, bu ədatdır. Ki, həm ədat ola bilir, həm bağlayıcı ola bilir. Bunu necə fərqləndirirəm? Əgər ki-dən sonra vergül varsa, bu bağlayıcıdır. Və yaxud da fiildən sonra ki varsa, bu da bağlayıcıdır. Demək, bağlayıcı iki məqamda olur. Fiildən sonra gələrsə, bir də ki-dən sonra vergül işarəsi gələrsə, bağlayıcı hesab olunur. Demək, burada fiildir, hərəkətdən sonra gəlib artıq bu bağlayıcı olacaq. Ədat bağlayıcı işlənir belə ki, Məmməd Ağani isə burada bağlayıcıdır, tabelik bağlayıcısıdır. Ən isə yenə qüvvətləndirici ədatdır. Demək, köməkçi nitq hissələri işlənib, bağlayıcı və ədat.
Baxdıq üçüncüyə. Quş iki qanadla uçar yüksələr, mən necə yüksəlim tək qanadımla? Ürəklər bu dərddən tüğyana gələr, axar gözlərimdən yaş damla damla. Şiirdə əvəzliyin hansı məna növləri işlənmişdir? Əvəzliyin hansı məna növləri var? Şəxs, işarə, təyini, qeyri-müəyyən əvəzlik, bir də sual əvəzliyi. Şəxs əvəzliyi, işarə əvəzliyi, təyin əvəzliyi, qeyri-müəyyən əvəzliyi və sual əvəzliyi. Şəxs əvəzliyi mən, sən, o, biz, siz, onlar. İşarə əvəzliyi o, bu, elə, belə, həmin. Təyin əvəzliyi öz, bütün, filan, eyni. Qeyri-müəyyən kimsə, kimisə, hərə, biri, filan kəs və s. Sual əvəzliyi isə bütün əsas nitq hissələrinin sualları sual əvəzliyidir. Harda nitq hissələrinin suallarını görsək, onlar sual əvəzi hesab olunur. İndi baxaq. Mən dedim ki, şəxs əvəzi. Mən, sən, o, biz, siz, onlar şəxs əvəzidir. Demək, bu şəxsdir. Necə? Əsas nitq hissələrinin sualları sual əvəzidir. Bu artıq sual əvəzi hesab olunur. Tək qanadımla ürəklər bu dərddən tüğyana gələr. O, bu, elə, belə, həmin işarə əvəzi hesab olunur. Demək, bu da işarə. Şəxs, sual, işarə əvəzlikləri işlənibdir. Bizə də cavab B variantı. Baxırıq dördüncü suala. Dördüncü sualda deyir ki, şirin bir xatirə tək qalacaqdır dünyada, sevərək yaşayanlar, sevilərək ölənlər. Nümunəsində həmcins mübtədaların ifadə vasitəsinədir. Birinci mübtədalardan danışaq. Mübtəda nə idi? Kim, nə, hara sualına cavab verir. Yalnız ismin adlı halında olur. Və mübtədanın ifadə vasitəsi, məsələn, adla, nitq hissələrlə ifadə oluna bilər, söz birləşməsi ilə ifadə oluna bilər, mürəkkəb adlarla ifadə oluna bilər. Həmcins nədir? Həmcins bərabər hüquqlu cümlələrdir. Yəni ki, eyni suala cavab verir, eyni də cümlə üzvü olur. İndi baxaq şeirə. Deyir, şirin bir xatirə tək qalacaqdır dünyada. Kim? Sevərək yaşayanlar. Kim? Sevilərək ölənlər. Kimsə ona cavab verirsə mübtədadır. Və həmcins olur, çünki eyni suala cavab verir hər ikisi, eyni də cümlə üzvüdür. Demək, həmcins mübtədadır. Və baxırıq nə ilə ifadə olunub. Əgər ikinci tərəfi fiili sifətlə, fiili bağlama və yaxud da məstərlə ifadə olunarsa, bu zaman fiili birləşmə hesab olunur. Sevərək yaşayanlar, sevilərək ölənlər, həmcins mübtədası artıq fiili birləşmə ilə ifadə olunur. Əsas tərəfi, yəni ikinci tərəfi fiili sifətlə ifadə olunarsa, məstərlə ifadə olunarsa, fiili bağlama ilə ifadə olunarsa, bu zaman fiili birləşmə hesab olunur. Gəldik 5-ci suala. 5-ci sualda deyir ki, düzəltmə zərfləri müəyyən edin. Düzəltmə nə idi? Sadə sözlərə leksik şəkilçilər artırmaqla düzəltmə sözlər yaradır. Leksik şəkilçidə əgər bir sözdə yeni bir məna yaranırsa, bu zaman leksik şəkilçi hesab olunur. İndi baxaq. Cəsarətli, arıq. Bunlar zərf deyil, sifətdir. Necə, nə cür? Nə cür suallarına cavab verirsə artıq bunlar sifətdir. Deyirəm, arıq insan, necə insan? Arıq insan. Cəsarətli insan, necə insan? Cəsarətli insan. Artıq bunlar zərf deyil, sifətdir. A getdim. Güclə, çəpəki, çoxdan. Sözün kökü güc, güclə, çəpdən, çəpəki, çoxdan, çoxdan şəkilçisi. Demək, güclə, çəpəki, çoxdan. Bunlar artıq zərf düzəldən şəkilçilərdir. Və yanına da məsələn güclə yeriyirdi. Nə tərzdə yeriyirdi? Əgər nə tərzdə sualına cavab verirsə, bu zərf hesab olunur. Və burada leksik şəkilçi olduğu üçün artıq düzəltmə zərf hesab olunacaq. Çəpəki də eyni. Məsələn, çəpəki baxır. Necə baxır? Nə tərzdə baxır? Çəpəki baxır. Artıq çəpəki tərz hərəkət zərfidir. Çoxdan. Deyim, çoxdandır. Mən bunları bilmirəm məsələn. O bizə çoxdandır gəlmir və s. Nə zaman gəlmir? Çoxdan. Zaman zərfidir. Demək ki, cavabımız elə B variantı olacaq.
gözlə, bağla, işlə bunlar feildir. Gözləmək feili, bağla, işlə və s. Aşağı, günorta, tezliklə. Bunlar da zərfdir. Aşağı yer zərfidir. Günorta zaman zərfidir. Tezliklə də. Amma günorta nədir? Mürəkkəbdir. Əgər iki söz müstəqil sözün birləşməsi artıq mürəkkəb zərf yaradacaq. Gün ayrıca leksik mənası var, ortan isə ayrıca. Demək, iki müstəqil sözdür və birləşib mürəkkəb zərf yaradıb. Meydança isə isimdir. İsim. Demək, cavabımız qalır B variantı. Baxırıq 6-cı suala. 6-cı sualda deyir ki, sözlərdən hansı quruluş üçün digərlərindən fərqlənir? Demək, quruluş üçün deyəndə sadə, düzəltmə, mürəkkəb nəzərdə tutulur. Bir kökdən ibarətdirsə və leksik şəkilçi yoxdursa sözdə sadə söz hesab olunur. Sadə sözlərə leksik şəkilçilər artırarıqsa düzəltmə sözlər yaradırıq. Mürəkkəb sözlər isə iki müstəqil sözün birləşməsindən yaranır. İndi baxaq, çalışqanlıq. Çalışmaq sözün kökü çalışqan. Artıq qan şəkilçisi yeni bir məna yaradır. Əgər sözdə yeni bir məna yaranırsa, onlar leksik şəkilçilər hesab olunur. Çalışmaqdan çalışqan sifəti yaranır. Çalışqan sifətin artıq çalışqanlıq nə isim yaranacaq? Demək ki, yenə də məna dəyişir və onlar leksik şəkilçi hesab olunur. İndi B variantdan baxaq. Yaxşı sözün kökü yaxşılıq. Burada da yeni məna yaranıb. Demək ki, lıq şəkilçisi düzəltmədir. Yəni, leksik şəkilçidir və düzəltmə hesab olunacaq. Neytrallaşdırmaq. Neytral sözün kökü. Əgər la şəkilçisini görürüksə, la şəkilçisini bəzən iki leksik, bəzən bir leksik şəkilçi hesab etmək olur. Əgər la-dan sonra maq artıra bilirəmsə, bu zaman iki leksik şəkilçi olur. Baxaq görək, burada la-dan sonra maq artıra bilərik. Neytrallamaq. Belə bir sözümüz yoxdur. Demək ki, burada artıq bir leksik şəkilçi var. Yəni, laş bir leksik şəkilçidir. Dırdan sonra maq şəkilçisi artıra bilirəmsə, bu zaman dır şəkilçisi leksik şəkilçi hesab olunur. Bu da artıq düzəltmə hesab olunacaq. Nazirlik sözün kökü nazir, lik isə leksik şəkilçi. Yenə düzəltmədir. İndi idarə etmə sözünə baxaq. İdarə başqa kök, etmə isə başqa. Demək ki, bu artıq mürəkkəb söz olacaq. Evet, cavabımız E variantıdır. Hər biri düzəltmədir, amma E variantı mürəkkəbdir. Baxaq 7-ci suala. 7-ci sualda deyir ki, təsriflənməyən feillərlə bağlı uyğunluğu müəyyən edin. Təsriflənməyən feillər nə idi? Məstər, feili sifət, feili bağlama. Bu üç dənə təsriflənməyən feillər. Baxaq bunların şəkilçilərinə. Məstərin şəkilçisi maqməkdir. Fiili sifətin şəkilçisi acaq, əcək, ası, əsi, malı, məli, mış, müş, muş, müş, an, ən, bir də dıq, göz, mənsubiyyət. Bunlar məstərin şəkilçisi, belə fiili sifətin şəkilçisidir. Fiili bağlamanın şəkilçisi isə a, armaz, sonra madan, mədən, anda, əndə, dıqca, düqca, daha sonra ıb şəkilçisi, araq şəkilçisi, araq, ərək yəni bu şəkilçilər artıq götürülür feili bağlama. Demək, feili bağlama, feili sifət, məstər. Məstərin şəkilçisi maqmək, feili sifətin acaq, əcək, ası, əsi, malı, məli, mış, mış, muş, müş, an, ən, dıq, plus, mənsubiyyət. Feili bağlama isə anda, əndə var, dıqca, düqca var, madan, mədən var, ıb şəkilçisi, araq, ərək şəkilçisi, armaz, arkən, ərkən var və s. Bu şəkilçilər feili bağlama şəkilçilərdir. Feili sifətdə diqqət edirsinizsə, bu 4 dənə şəkilçi, acaq, əcək, ası, əsi, malı, məli, mış, müş, muş şəkilçisi həm də feilin şəkillərinin şəkilçisidir. Əgər bu sözlər, yəni bunların qoşulduğu sözlər hansı sualına cavab verirsə, artıq feili sifət hesab olunur. İndi baxaq. Deyir ki, göy üzünə səpələnmiş ulduzlar solğunlaşıb bir-bir sönürdü. Hansı şəkilçilər burada oxşardı?
mış, bir də ıb şəkilçisi. Mış dedim, həm keçmiş zaman şəkilçisi yarada bilir. Yəni fiilin şəkillərinin şəkilçisidir də, xəbər şəklidir. Həm də fiili sifət. Əgər hansı sualına cavab verirsə, fiili sifətdir. Baxaq görək. Səpələnmiş ulduzlar. Hansı ulduzlar? Səpələnmiş ulduzlar. Demək, bu artıq mış şəkilçisi, bu da fiili sifət şəkilçisidir. Baxırıq ıb şəkilçisinə. Ib feili bağlamada ola bilir, keçmiş zaman şəkilçisi də ola bilir. Keçmiş, bir də feili bağlama. Bunu necə fərqləndirir? Əgər ı-bın üzərinə d şəkilçisi əlavə edə bilirəmsə, dır deyir d şəkilçisinə. Bu zaman keçmiş zaman şəkilçisi hesab olunur. Əlavə edə bilməsəm, feili bağlama. Və yaxud da ıb şəkilçisini araqla əvəzləyə bilirəmsə, araq ərəklə. Bu zaman feili bağlama hesab olunacaq. İndi baxaq. Solğunlaşaraq bir-bir sönürdü. Demək, əvəzləyə bilirəm. Ib şəkilçisi artıq burada feili bağlama şəkilçisi hesab olunur. Demək, həm feili sifət, həm də feili bağlama işlənib. Cavabımız 3-ə A gedəcək. Evin üstündən süzülən yağış suyu naftaları dangıldadı, şırıldayırdı. An ən gördük feili sifət şəkilçisidir. Dangıldadıb. Ib şəkilçisini görə araqla əvəzləyə bilirik. Naftaları dangıldadaraq şırıldayırdı. Araqla əvəzlədiyimiz üçün artıq bu da feili bağlama hesab olunur. Həm feili sifət, həm feili bağlama. Demək, 3-ə B də gedəcək. Yağış damlaları səpələndikcə, dıqca dükcə dedik nəyin şəkilçisidir? Feili bağlamanın. Və başqa da şəkilçi yoxdur. Burada yalnız feili bağlama işlənib. Günəş uçurumdan o yana ta uzaq dağlara qədər uzanan dərəni parlaq işıqla doldurmuşdu. Burada uzanan dərə an ən şəkilçisi feili sifət şəkilçisidir. Və D variantı da 1-ə gedəcək. Qoca çinarın dibindəki daşın üstündə oturaraq əlləri ilə üzünü örtüb astadan hönkürdü. Burada oturaraq ara gərək şəkilçisi feili bağlama şəkilçisidir. Və başqa da heç bir təsdiqlənməyən şəkilçisi işlənməyib deyə artıq yalnız feili bağlama da E-yə gedəcək. Demək, 1D, 2C, E, 3B, A. Gör cavablarımıza hansı uyğun gəlir? 1D, 2C, E, 3A, B. Elə cavabımız E variantı hesab olunur. Baxırıq 8-ci suala. 8-ci sualda deyir ki, vətən sözünə aşağıdakı şəkilçilərdən hansı artırılsa, sözün vurğusu dəyişməz. Baxırıq. Vətən sözünün birinci vurğusunu tapaq. Əgər vurğunu tapmaqda çətinlik çəkiriksə, bunları hecalara ayırırıq və hər bir hecanı vurğulu şəkildə deməyə çalışırıq. Baxaq, birinci hecanı vurğulu şəkildə deyək. Vətən, vətən. Bu şəkildə bizim tələffüzümüz yoxdur. Demək ki, ə-də vurğu yoxdur. İkinci ə-yə baxırıq. Vətən, vətən. Burada düzgün tələffüz edirik. Demək ki, ən hecasında vurğu var. Və Azərbaycan dilində vurğu elədir ki, vurğunun yeri dəyişkəndir. Yəni, ona şəkilçi artırdıqca artıq vurğunun yeri dəyişəcək. Bizdən isə deyir ki, vurğusu dəyişməsin. Demək ki, vurğu qəbul etməyə şəkilçi lazımdır ki, bizə onun vurğusu dəyişməsin. İndi baxaq, mənsubiyyə şəkilçisi hamısı vurğu qəbul edir. Amma şəxs sonlu vurğu qəbul etmir. Şəxs sonlu burada hansı variantdadır? Bir də dir variantındadır. Bunu bu şəkildə də qayda ilə də yadınıza saxlaya bilərik. Və yaxud da hər birini əvəzləyərək. Məsələn, vətənim deyək. Vətənim. Vətənim. Vətənim, vətənim, vətənim. Artıq im hecasında vurğu var. Demək ki, im hecasını qəbul edəndə vurğunun yeri dəyişəcək. Bizə dəyişməz soruşur. İndi vətəndir sözünə baxaq. Vətəndir. Baxın indi, məsələn, ikinci hecada vətəndir. Düzgün şəkildə deyirəm. Əgər dir hecasına vurğu salsa, baxın, vətəndir, vətəndir. Yəni, bu şəkildə mənim tələffüzüm yoxdur. Demək ki, dir hecası vurğu qəbul etmir və vurğunun yeri artıq dəyişməz hesab olunur. Cavabımız B variantı. 9-a baxırıq. Deyək ki, o məktəbə gedib gəldiyi günləri qışda bir-birini qara basdıqlarını, yaz aylarında çəmənlikdə oynadıqlarını, kolların dibindən bənövşə yığdıqlarını yadına saldı. Nümunəsindəki feillərlə bağlı doğru fikirləri soruşur. 1-ci feilləri tapaq. Gedib gəldiyi, burada dərs işarəsi.
Aha, qara basdıqlarını, yaz aylarında çəmənlikdə oynadıqlarını, kolan dibənövşə yığdıqlarını yadına saldı. Buna feillərdir. Və deyir ki, feilin təsriflənməyən, feillərin hər üç növünə aid. Təsriflənməyən nə idi? Məsdər, feili sifət və feili bağlama. Baxaq görək burada hansı var? Məsdər məqbək şəkilçisi yoxdur. Feili sifətində bir dənə dıq plus mənsubiyyət şəkilçisi var. Aha, dıq plus mənsubiyyət var. Amma feili bağlama da yox. Demək, hər üç növünə aid nümunə işləmliyik. Bir səhvdir. Baxın, oynadıqlarını, oynamaq sözün kökü dıq feili sifət, mənsubiyyət. Feili sifət şəkilçisi işlənib. Sadə və mürəkkəb feillər işlənmişdir. Baxaq, sadə, mürəkkəb feillər. Gedib gəldiyi mürəkkəb feildir. Oynadıqlarını isə sadədir. Basdıqlarını, yığdıqlarını bunlar sadə feillərdir. Yəni, sadəcə qrammatik şəkilçilərdir. Burada artıq leksik şəkilçilər yoxdur. Əgər sözdə leksik şəkilçi olmasa, bu zaman sadə söz hesab olunur. Demək, 2 də düzdür. Baxın, variantlardan da çıxdaş etməklə də belə asanlıqla tapmaq olar. Baxaq, biri atırıq. Şimdi cavabımız aynen B qalacaq. 2, 3, 4 var. 3, 4'ü dəqiqliklə hər iki variantda var. Demək 3 ilə 4 düzdür. 2'ye də baxdım, cavab çıxdı. Amma təbii ki, indi biz bunun hamısını izah edəcək. Demək, sadə və mürəkkəb feillər işlənmişdir, düz. Təsriflənən feil frazoloji birləşmədir. Yadına saldı, frazoloji birləşmədir. Və d-d-du şəkilsi keçmiş zaman şəkilsidir, xəbər şəklidir. O da təsriflənən feil hesab olunur. Təsriflənən feil, feilin şəkilləridir. Əmr, arzu, lazım, vacib, xəbər şəklidir. Bunlar varsa təsriflənən feil hesab olunur. Artıq burada zaman şəkilsi var, yəni xəbər şəkli var deyə götürülür təsriflənən feil. Feillər məlum növdədir. Əgər cümlədə ıl, 4 variantlı, ın, dır, ı şəkilçisi yoxdursa, yəni bu növün şəkilçiləri yoxdursa, artıq söz məlum növdə, yəni feil məlum növdə hesab olunacaq. Bax, görək, varmı bu şəkilçilərdən? Bastıqlı, yığdıqlarını, oynadıqlı, gedib gəldik. Xeyr, yoxdur. Demək ki, məlum növdədir. Cavabımız 2, 3, 4. O da B variantında. Feilli sifətlər feilli birləşmə əmələ gətirərək yalnız təyin vəzifəsində işlənmişdir. Xeyr, tamamlıqda. Nəyə yadına saldı? Kolların dibinə bənövşə yığdıqlarını. Nəyə yadına saldı? Qışda bir-birinə qara basdıqlarını və s. Nəyə yadına saldı? Çəmənlikdə oynadıqlarını. Yəni, bunlar təyin yox, tamamlıq vəzifəsində də var. Yəni, yalnız bu da səhvdir. 2, 3, 4 cavab B variantı. Gəldik 10-cu suala. Deyir, söz birləşmələrdən hansının mənsubiyyət şəkilçisini ixtisar etmək olar? Biz bilirik ki, birinci şəxsin cəmini, ikinci şəxsin cəmini mənsubiyyət şəkilçisini ixtisar etmək olar. Amma əgər bu qayda yadımızdan çıxıbsa, mənsubiyyət şəkilçisi artıq buradadır. Bunu da hardan bilirəm? Tülkünün ovu. Tülkü sözü qeyri-müəyyən yiyəlikdədir. Birinci tərəf yiyəlik, ikinci tərəf mütləq mənsubiyyət şəkilçisində olmalıdır. Bu da yiyəlikdədir. Suyun çənləri. Yiyəlik. Burada isə mənsubiyyətdə. Sənin oxuman in yiyəlikdir, müəyyən yiyəlikdir. Oxumağın şəkilçisi, ın şəkilçisi isə mənsubiyyətdir. Bizim kəndimiz, biz bilirik ki, yiyəlik al şəkilçisi birinci şəxsin cəmində, bir də birinci şəxsin təkində im şəkilçisi qəbul edir. Bu da yiyəlikdir. İmiz isə mənsubiyyətdir. Yiyəlik, mənsubiyyət. İndi baxaq, bir-bir ixtisar edək. Tülkü ov. Deyə bilərəm, deyə bilmərəm. Demək ki, burada ixtisar olmaz. Su çəni, su çən. Deyə bilmərəm. Sənin oxumağın, sənin oxumaq. Deyə bilmərəm. İxtisar oluna bilmir. Amma baxın, bizim kənd, bizim kəndimiz. Yəni, hər iki şəkildə deyə bilirəm. Demək, ixtisar etmək o olur. Cavabımız D variantı. Yəni, birinci şəxsin cəminlə ikinci şəxsin cəmini mənsubiyyət şəkilçisini ixtisar etmək olur. Gəldik 11-ci sual. 11-ci sualda deyir ki, nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Sevgi təbiətin ikinci günəşidir. Sevgi təbiətin ikinci günəşidir. Təbiətin ikinci günəşidir. Nə? Sevgi. Sevgi nədir? Təbiətin günəşidir.
Artıq təbiətin i şəkilçisi, yerlik şəkilçisi var. Günəşin i şəkilçisi mənsubiyyətdir. Birinci tərəfi yerlik, ikinci tərəfi mənsubiyyət şəkilçisi ilə ifadə olunarsa, bu zaman üçüncü növ təyin söz birləşməsi olur. Və üçüncü növ təyin söz birləşməsinin arasına istədiyimiz qədər söz daxil edə bilərik. Amma onlar bir cümlə üzvü kimi götürülür. Yəni cümlə üzvünə parçalana bilməz. İkinci sözü artıq üçüncü növ təyin söz birləşməsinin arasına daxil edilmiş sözdür və onlar bütövlükdə bir cümlə üzvüdür. Bu da isə xəbərdir. İndi A variantına baxaq. Müəyyən şəxsi sadə cümlədir. Birinci müəyyən şəxsdən danışıq. Müəyyən şəxsi mübtədası xəbəri olan cümlələrdir. Demək, mübtəda var, xəbər var, götürülür müəyyən şəxs. Sadə cümlədir, bəli. Əgər bir qrammatik əsas varsa, yəni mübtəda xəbər deməkdir, qrammatik əsas. Bu zaman götürülür sadə cümlə. Bu düz. B variantında cümlə üzvlərindən biri ismi birləşmə ilə ifadə olunub. İsmi birləşmə nə idi? Əsas tərəfi fiildən başqa digər nitq hissələri ilə ifadə olunarsa, bu zaman ismi birləşmə hesab olunur. Demək, əsas tərəf ikinci tərəfdir və günəşidir isimlə ifadə olunub. Demək ki, ismi birləşmədir. Birinci növ, ikinci növ, üçüncü növ təyin söz birləşmələri ismi birləşmə hesab olunur. Bu da düz. Sözlərdən birinin tələffüzündə səs artımı hadisəsi baş verib. Baxaq, təbiətin sözünə baxın, təbiət. Təbiət sözündə biz bilirik ki, i-ə olanda tələffüz təbiət olur. Y samiti əlavə olunur. i-ə, i-a, a-i şəkilçiləri varsa, y samiti əlavə olunacaq. Bu da düz. Nümunədə işlənmiş say təyin vəzifəsindədir. Nümunədə say işlənib. Amma təyin deyil artıq. O üçüncü növün tərkibinə daxil edilmiş sözdür deyə artıq o cümlə üzvünə parçalana bilməz. Təyin deyil. Ona görə cavabımız D variantıdır. Düzəltmə isim feildən yaranır. Burada isim sevgidir, təbiətdir, günəşdir. Düzəltmə olan isə sevgi sözüdür. Sevgi, sevməkdən sevgi ismi yaranır. Bu da düzdür. Cavabımız artıq orada D variantı yanlışdır. 12-ci suala baxırıq. Bir qardaşı məktubu qonşunun oğlu ilə göndərdi cümləsində hansı cümlə üzvləri işlənmişdir? Demək, mübtəda kim, nə, hara sualına cavab verir. Xəbər kimdir, nədir, neçəncidir? Yəni şəxs sonluqları qəbul edirsə xəbərdir. Nə etdi, nə edir və s. Tamamlıq kimi, nəyi, haranı, kim ilə, nə üçün, kimə, nəyə və s. bu suallara cavab verir. Təyin, necə, nə cür, hansı, neçənci, nə qədər və s. bu suallara cavab verəcək. Zəfli isə nə tərzdə, nə zaman, nə vaxt, harada, haraya və s. bu suallara cavab verməlidir. İndi göndərdi. Nə etdi? Nə etdi? Sualı xəbərin sualıdır. Kim? Qardaşı. Kim? Mübtədanın sualıdır. Nəyi göndərdi? Məktubu. Nəyi sualı? Tamamlığın sualıdır və tamamlıq qırıq-qırıq xətlə ifadə olunur. Təyin dalğalı xət, zərflik dalğalı xət, altdan xət, xəbər 2 düz xət, mübtəda isə 1 düz xətlə ifadə olunur. Göndərdi. Nəyi? Məktubu. Kim ilə? Kim ilə tamamlığın sualıdır. Bu da artıq ayrıca bir tamamlıq hesab olunur. Qonşunun oğlu üçüncü növ təyini söz birləşməsidir deyə artıq bu parçalana bilməz. Üçüncü növ təyini söz birləşməsini hardan bilirəm? Burada 10 şəkilçisi yerlikdir. Yəni birinci tərəf yerliklə, ikinci tərəf mənsubiyyətlə ifadə olunarsa, bu zaman üçüncü növ təyini söz birləşməsi hesab olunur. Və üçüncü növ təyin söz birləşməsi bütövlükdə bir cümlə üzvü olmalıdır. Demək, nələr işlənib? Mübtəda işlənib, tamamlıq işlənib, xəbər. Mübtəda işlənib, tamamlıq işlənib, xəbər işlənib. 1, 2, 3 atırıq. Cavab 4, 5. O da D variantı. Baxırıq 13-cü suala. 13-cü sualda deyir ki, tabesizlik əlaqəsi olan cümlələri müəyyən edin. Əgər cümlədə həmcinslik varsa, bu zaman tabesizlik əlaqəsidir. Həmcinslik nə idi? Bayaq dedik, eyni suala cavab verir, eyni də cümlə üzvü olur. Məsələn, sizə bir nümunə götürüm. Məsələn, Əli və Aylin məktəbə gedir. Məktəbə gedir kim? Aylin. Kim? Əli. Artıq bunlar həmcinslərdir
və tabiəsizlik əlaqəsindədir. Yəni bərabər hüquqlu cümlələrdə eyni suala cavab verir, eyni də cümlə üzvü olur. Yəni kiçiklərlə yaranan bu tabiilik əlaqəsidir. Böyük maraq və diqqətlə yazıları nəzərdən keçirdi. Necə keçirdi? Diqqətlə, nə tərzdə? Diqqətlə, nə tərzdə? Maraqla. Demək, burada artıq eyni suala cavab verir. Eyni cümlə üzvü olduğu üçün maraq və diqqət tabiəsizlik əlaqəsindədir. Üçüncüyə baxırıq. Elm yaxşı zamanlarda sərvət, pis zamanlarda isə sığınacaq və yol göstərəndir. Elm pis zamanlarda nədir? Sığınacaqdır. Nədir? Yol göstərəndir. Sadəcə burada dil şəkilçi biz bilirik ki, həmcinslərdə, yəni xəbərlik şəkilçi ixtisar oluna bilir. Sığınacaqdır. Nədir? Sığınacaqdır. Nədir? Yol göstərəndir. Burada həmcinslik var, demək tabiəsizlik əlaqəsi var. O gördü ki varsa tabiilikdə artıq burada tabiəsizlik ola bilməz. Beşə baxırıq. Bizim məqsədimiz sizin uşaqlarınızı oxutmaq, onlara elm öyrətməkdir. Bizim məqsədimiz nədir? Uşaqlarınızı oxutmaq. Bizim məqsədimiz nədir? Onlara elm öyrətmək. Artıq burada həmcinslik var. Demək, 5-i də götürəcəyik. Cavab 2, 3, 5. Baxırıq 14-cü suala. 14-cü sualda deyir ki, hansı sözün leksik mənası düzgün verilmişdir? Müntəzir, gözləyən, intizar içində olan deməkdir. Düz. Mücəssəmə, hər hansı bir xüsusiyyəti təcəssüm etdirən adam, bu da düzdür. Senzura, mətbuat üzərinə nəzarət həyata keçirən vəzifəli şəxs səhvdir. Vəzifəli şəxs deyil bu. Senzura ilə nəzarət etmək deməkdir. 4. Traktat nöqsanları, çirkin əməlləri istehza edib pisləyən qəzet məqaləsi, xeyr, beynəlxalq müqavilədir traktat. 5. Ülfət, mehriban, münasibət, dostluq, bu düzdür. Demək, cavabımız 1, 2, 5. Baxırıq 15-ci suala. Deyək ki, azaltma dərəcəsində olan sifətləri seçin. Azaltma dərəcəsi 2 yolla yaranır. Morfoloji yolla, bir də sintaktik yolla yaranır. Sintaktik yolla sözlərlə açıq, ala, təhər, kəm. Morfoloji yolla ımtıl, ımtıraq, ımsov, şın və s. Baxın, indi sarışın, şın şəkilçisi azaltma dərəcəsini yaradacaq, birini götürürük. Kiçikcə, cacə ona çoxaltma yaradır. Olmaz. Kəm sözü sintaktik yolla yaranır. Bu da düzdür, kəm şirin. Kəm hövsələ. Hövsələ isimdir. Əgər sözün yanında isim gələrsə, bunlar da adi dərəcədə hesab olunur. Uzun sov. Sov şəkilçisi yenə də azaltma dərəcəsini yaradacaq. Alabula adi dərəcədədir. Balaca adi dərəcədədir. 1, 3, 5. Cavabımız 1, 3, 5. Demək, izahlarımız bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirəm.